Xoş gördük dəyərli dostlar, hər vaxtınız xeyirli olsun. Bu günləri sizin istədiyiniz şəxsi tikili ata-baba evi bugünkü gündə çəkilişinizdədir. Deməli, 7 otaqlıdır, 2 mərtəbəlidir, bulağına kimi kənd xırdalanlara yerləşir. Prospektlə arası hardasa 150 metr məsafədə. Quru yerdir, nəmişli olmayan yerdir. Şəxsi ata-baba torpağıdır, şəxsi evimizdir. 2 mərtəbədir, deməli 7 otaqdır. Otaqların sayı. Sanitar qovşaqları ayrı-ayrıdır. Deməli hamamı buradır. Ayaq yolusu da bax o dib tərəfdədir. Çox genişdir. Yəni gəl qardaş bir dənə evlə tanış olaq. Pilləkəndən də görürsünüz rahatlıqla çıxılır. 2-ci mərtəbədə burada bax belə bir qəşəng çardağı da var. Burada mətbəx hissəsi yerləşir bu hissədə. Mətbəx hissəsi. Deməli girdik evin içərisinə. Sənəd nədir? Kupçadır. Burada 4 otağımızdır. Bura zal kimi istifadə olunur. Yenə deyirəm, köhnə tikili evlərdəndir. Divarın qalınlığından da bilinir. Bura bir yataq otağıdır. Burada da ikinci yataq otağı, bax görürsünüz, bax belə bir. Yəni gələcəkdə buranı da bağlamaq olar. Buradan da xodu var, rahatlıqla xodu var. Bir də qaldı bizdə 3-cü yataq otağı, bura zal oldu. Deməli 4 otaq aşağıda. Burada oldu, bura uşaqlar üçün bir yer. Bütün pəncərələrin qarşısı açıqdır. Bu köhnə evdir. Köhnə yaşayışlı, kupçalı, köhnə tikili. Keçək 2-ci mərtəbəyə. 3 otaq da yuxarıda. Deməli 4 aşağıda oldu, 3 də yuxarıdadır. Burada belə bir holu var. Navestin altında bax görürsünüz. Belə çardaq kimi düzəldib. Burada da ayaq yolusu hamamı. Bu içəridə bax belə bir görünüşə malikdir evimiz. Görürsünüz. Girək. Yuxarıda da böyük bir zaldır. Belə bir geniş zaldır. Bir yataq otağı bu hissədədir. İkinci böyük yataq otağı. Bax belə bir yataq otağıdır. Burada da mətbəxi olub. Mətbəxi aşağıdan mətbəx düzəldirlər. Bayaq çəkdiyim köçürdüblər ora. Gələcəkdə burada da mətbəx yarada bilər.